ətin qiyməti birdən-birə gör nə qədər qalxdı, ala bax. Azərbaycanda quzu ətinin qiyməti bahalaşıb. Neçə gün bu xəbər sosial şəbəkələrdə dolaşırdı və bu artıq 14 noyabrda özüm bu xəbəri araşdırmaq üçün bir neçə ət kəsimi yerlərinə getdim. Məlum oldu ki, doğrudan da bahalaşıb. Əvvəl kilosu 22-23 manat olan quzu əti hal-hazırda alıcıya 30-32 manata təqdim olunur. Bəli, 30-32 manata, yəni 10 manat fərqlə. Səbəbini soruşdum. Bəziləri dabaq xəstəliyinin səbəb göstərdi, bəziləri bildirdi ki, Azərbaycanda Milli Məclis bilirsiniz ki, az yaşlı quzuların kəsiminə qadağa qoyub. Bu da əlavə xərclər yaradır. Məhz buna görə qiymət qalxıb. Qiymətin qalxıb. Bu eşşəkdən cinsi əlaqəyə girən bu hakimiyyət, bu bir-birini tualetdə qayıran bu deputatlar, bu nə deməkdir? Adam dəhşətə gəlir, deyir, az yaşlı quzular, az yaşlı. Quzu 1 yaşında kəsilər də. Əzəmədim, quzu olur, balalayır, yazda balalayır quzu. Eləmi? Tutaq ki, deyim sizə, haçam. Ağzı martda balalamağa başlayır quzular. Martda balalayan quzunu payızda, yəni sentyabr-oktyabrda bulaq üstündə, hardasa tədbirlərdə kəsirlər. Elə deyil mi? Yəni 6-7 aylıq quzular kəsilir. Bu yaş söhbəti burada eləmək mümkün deyil. Elə? Milli Məclis nə deyir? Az yaşlı quzular. Yaş, yəni 1 yaş, 2 yaş, 3 yaş. Gicdallah oğlu gicdallah. 1 yaşında quzu uji, 1 yaşında qoyun uji hamilə qalır. Nədir o? Qoça gəlir. Ay sənin sahibə Qafarova, səni qoça yox, dəviyə gələsən. Nənəyi heç yaxşı baxmasan, elə başından ayrılıb, yemzad verməyibsənsə düzəməlli, 8-10 kilo əti olur quzunun. Bunlar qoyundan başı çıxmırlar. Mən bilən bu hakimiyyətin yardan çoxu eşşəkdən cinsi əlaqəyə girən idi. Eşşəkdən cinsi əlaqəyə girən hər halda eşşəyin ətrafında qoyunları görür axı. Pox yıllar bunların var yoxunun ağzına soxasınız. Sadəcə bir məsələ var. Ət manipoliyasını gött verən, ağzına alan Əliyev ailəsi ət manipoliyasını alıbdır. 30 ildir cəmaət, 40 ildir Bakıda qəssablıq eləyir. Hamının da pulunu verir. Cüzi bir səhv tuturlar, cüzi bir. İçəridə bir çivin gördük. İçəridə bir çivin gördük. Vəssalam, bağlandı. Bağlandı deyəndə cərməni yazdı. Sən niyə bağlayırsan ki? Mehriban əti gəlir, eləmi? Mehribanın İndoneziyadan əti gəlir. Mehriban Əliyevanın Hindistandan əti gəlir. Mehriban Əliyevan Braziliyadan, Monqolistandan əti gəlir. Ət monopoliyasını gött verən Əliyevlər ələ aldı. Yalandan Milli Məclis qərar çıxardıb cavan quzuları kəsmək olmaz. Məcburi millət zəhərlənmiş Monqolistandan gətirilən quzu ətlərini almalıdır. Məcburi. Monqol əti 14 manatdır. Yerli quzu əti isə 32 manatdır. Baxın, necə ayrımçılıq oldu. Pullular yerli quzu yiyəcək, kaslar xəstə Monqol quzusu yiyəcək. Görürsünüzmü dəyərli vətənlərim? Görürsünüz. Azərbaycanda necə ayrı seçkili var? Baxıramda 90% ən güclü mütəxəssislər təyyarə göydə partiyif deyirlər. Təyyarə göydə partiyif deyirlər və gözlər hamısı NATO yaxınlaşan Azərbaycan oradan silah gətirirlər, silah almışdı. Nə bilim nə, hamısı baxır, gözlər Putinə. Putinə baxan gözlər, bomba Azərbaycanda qoyulub, Gəncədə qoyulubdur, Azərbaycandan da qıraqda partladılıbdır. Sırası Putinlə də gözlər rekaşet verir, İlham Əliyevin üstünə gedir gözlər. İlham da indi baxın ki, çox şübhələr var axı. İbrahim Rəisin ölümü, nələr, hamısı İlham Əliyevdən bağlı olur axı bunlar. Sırası indi nədir? Ya da səfirliyə bir dənə raket at, bir dənə səfirlik tərəfə İskəndər raket at, sonra atdırırlar bir dənə raket, İskəndər raketi, şarampollar, qəlpələr dəyib, səfirliyə dəyib aynaları kırıb bir şey. Bax o. Bu hamısı danışılıbdır. Putinlə 51 olub eləyiblər bunu. Bəli. O İskəndər raketi təyyarədən bir gün qabaq niyə dəymədi? O qədər zaman keçdi. Düz əvvəl də oralara yaxın raket düşüb, amma bu qədər uzun bir il keçib üstündən. Niyə təyyarədən sonra? Hələ indi bu ərəfələrdə nə görəcəksiniz? Bu ərəfələrdə Rusiya ilə bir balaca qarşıdurma ola bilər. Yenə bir şou olsun. Şou olsun. Bəli, şou olsun. Çünki təyyarə vurulur. İlhama şübhələr, İlhamın da üzərindədir şübhələr. Şübhələr ortadan götürülməsi üçün İlham Əliyev bir balaca da yəni Rusiyanın arasında məsafə qoymalıdır. Mənim yuxarıdan əlaqələrim çox genişdir. Baxın, Zahid Oruc mən deyəni deyir. Mən deyəni. Nə deyəcəm onu? Zahid Oruc, Fazil Mustafa, axırıncı. İlham Əliyev də deyib. İlham Əliyev də deyib. Bəli. Vermişdim efirə, yadımdadır. Ondan sonra kim deyib? Axırıncı. Axırıncı da bu şey dedi. Nədir o? Elman Nəsirov. Nə dedi? İçimizdəki dedi, məlumatlı adamlar Avropaya məlumat sızdırırlar. Görürsünüzmü? Demir ha, yalan danışırlar, yalan məlumatlı. Bizcə şey deyənməz. Çünki biz həqiqəti deyirik. Tam əksinə. Deyir, məlumatlı insanlar məlumatı sızdırırlar Avropaya. Bəli.